Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı 1 milyon avrodan artıq nəqd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyi məlumatı yayılır. Yayılan məlumatlardan sonra Bakı News-a etibarlı mənbələrdən daxil olan məlumatlar daha da ilginc olaylardan xəbər verir. Hadisənin baş verməsi qismən İsa Həbibbəyli tərəfindən də təsdiqini tapıb. Lakin İsa Həbibbəyli qızı Günay Məsimovaya qarşı dələduzluğun kim tərəfindən edilməsinə dair açıqlamalar verməyib. Belə ki, mətbuatda yayılan məlumatlarda baş hərfləri F.M olaraq şərti ad göstərilmişdi. Amma media araşdırması zamanı əldə edilən məlumatlardan məlum olub ki, Almaniyada uzun illərdir yaşayan, saxta yollarla vətəndaşlıq əldə etmiş Vəliyevlər ailəsi məsələnin tam mərkəzində yer almaqdadır. Verilən məlumatlarda Ələsgər Vəliyev və onun həyat yoldaşı Amaliya Vəliyeva öz sosial hesablarında durmadan Azərbaycana qarşı kampaniya təşkil etmişdi. Məhz elə bu səbəbdən də Almaniya vətəndaşlığı əldə edən ailə burada özlərinə qanunsuz fəaliyyətli gizli biznes qurmuşdu. Ələsgər Vəliyev maşın alveri və əsasən də Almaniyada Azərbaycanlılara oturum alacağı vədləri verərək 5.000 ilə 10.000 avroya qədər pulları mənimsəməkdədir. Avropa oturumunu vətəndaşlara vəd verən bu cütlük Polşada da şirkət açaraq 40-50 nəfərdən pul almaqla onlara daimi oturum alacağı vədi ilə aldatmışdı. Çoxsaylı müraciətlərdən də aydın olur ki, Vəliyevlər iş alınmadıqda pulunu geri istəyən şəxslərə qarşı isə başqa bir hədələyici metodlara əl atmaqdadır. Hamının da bildiyi kimi, Avropada qadın hüquqları kişi hüquqlarından üstün tutulmaqdadır. Elə bu səbəbdən də verilən pulları geri istəyən şəxslərin Amaliya Vəliyeva tərəfindən hədələndiyi qeyd edilir. Şəxslər verdikləri pulu geri tələbi zamanı Amaliya, Almaniya və Polşa qadın hüquqlarını önə sürərək alınan vəsaitlərin geri qaytarılmaması üçün şantaj edərək tələblərindən geri çəkilmələrinə məcbur qalırlar. İllərdə Almaniyada yaşayan cütlük Azərbaycan hökumətinə qarşı xoşagəlməz ifadələri səsləndirərək Almaniyada sığınacaq almışdı. Hətta Vəliyevlər ailəsinin 2016-cı ilə qədər Azərbaycana girişləri görünməməkdədir. Daha sonra Azərbaycanda tanıdıqları, əllərində vəsait olan şəxsləri aldadaraq Almaniyada iş qurmaq, vətəndaşlıq verilməsinin rahatçılığı vədi ilə onları Almaniyadakı evlərində qonaq edirlər. Elə növbəti qurban da İsa Həbibbəylinin qızı Günay Məsimova olub. 22 illik münasibətdən ailədə hər bir məlumata sahib olduqlarından onu Almaniyaya dəvət edirlər. Ələsgər və Amaliya Vəliyevlər oğullarının Günay Məsimovanın şər böhtanı sayəsində Almaniyada həbs edildiyi məlumatlarını yayaraq İsa Həbibbəylinin nüfusunu hədəf alaraq Günayın şikayətindən geri çəkilməsinə nail olmağa cəhd edilir. Lakin Günay Məsimova hüquqlarını bildiyindən sona qədər haqqını tələb edir. Elə Almaniyada baş vermiş oğurluq, mənimsəmə kimi əməllərin üstü də Azərbaycanda Vəliyevlərin özlərini təmizə çıxarmaq cəhdi ilə cəmiyyətə hadisələrlə bağlı məlumatlar yayılır. Ələsgər və Amaliya Günay Məsimovanın qızıl zinət əşyalarının dəyərini yaymaqla onu susmağa vadar etmək cəhdləri fiyaskoya uğrayır. Günayın hüquqi tələbləri bu ailənin Azərbaycanlılara qarşı art niyyətlərinin açılmasına səbəb olur. Qeyd edək ki, verilən məlumatlarda Ələsgər Vəliyevin oğlu Ömər Vəlizadə hazırda Almaniyada həbsdədir. O çıxışlarında Günayın şikayəti əsasında oğlunun tutulduğunu bildirsə də, verdiyi məlumatlar yalan çıxır. Ömərin həbsdə oğurluq, saxta sənədlərin hazırlanması, saxta sənədlə avtomobil satmaq cəhdi və həbs edilərkən üzərində narkotikin olmasıdır. Məlumata görə, Günay Məsimova ötən ilin iyun ayında Bakıdan Almaniyaya öz pul və qiymətli əşyalarını gətirir və onların Nürnbergdə yaşayan tanışı Ələsgər Vəliyevin evində qonaq olur. Elə bu səbəbdən də Vəliyevlərin oğlu Ömər Vəlizadənin adına açılan bank hesabına, yəni qızıl zinət əşyalarını Sparkasse bankında seyfə yerləşdirmək qərarına gəlir. Almaniyada bu tip seyflər adətən yalnız 10.000 avro dəyərinədək sənəd və qiymətli əşyaların saxlanılması üçün nəzərdə tutulsa da, bank onların içini yoxlamaq və ya açmaq hüququna malik deyil. Azərbaycan mətbuatına verilən F.M adlı şəxs tərəfindən güya mənimsənilmə edilməsi isə tamamilə əsassızdır. Ələsgər Vəliyev Bakıda yaşadığı zaman 22 illik tanışı olan Günay Məsimova ilə birlikdə notariusda çalışıblar. Məhz Almaniyada tanışı olan və bankda hesabı da Ələsgər Vəliyevin oğlunun adını açdıraraq xanımın qızıl zinət əşyalarını həmin əmanət kassasına qoyduqdan bir müddət sonra həmin kassada olan əmanətlər Vəliyevlər tərəfindən mənimsənilmişdi.
Ömər Vəlizadənin adına olan hesabdan kiminsə rahat şəkildə girib nəyisə götürməsi qeyri-mümkün haldır. Amaliya və Ələsgər Vəliyevlər İsa Həbibbəylinin qızı Günay Məsimovaya vədləri verərək onu Almaniyaya dəvət ediblər. Daha sonra baş vermiş hadisələr onu göstərir ki, onun Almaniyaya gətirdiyi əmlakı cütlük vasitəsilə ələ keçirilsə də, Vəlizadənin həbsində Günay Məsimova rol oynamayıb. Ələsgər Vəliyev və Amaliya Vəliyeva tutduqları əməldən peşman olmaq əvəzinə Günay Məsimovanın barəsində güya hədə-qorxu gələrək evlərinin əllərindən alınması kimi məlumatları media qurumlarına göndərmişdilər. Qeyd edək ki, deyilənlər həqiqəti əks etdirmədiyi kimi, üstəgəl də bu yalanlarına əlavə olaraq vəzifəli şəxslərin adını çəkərək Günay Məsimovanın şikayətçi olmamasını təmin etmək istəyirlər. Qeyd etməliyik ki, hazırda Almaniyada olan bu şəxslər bütün sosial şəbəkələrdəki səhifələrini bağlayaraq özlərini heç zaman dövlətimiz və hakimiyyətə qarşı hər hansı çıxışlar etmədiklərini göstərmək istəyirlər. Lakin bu şəxslər tərəfindən aldadılan tək Günay Məsimova deyil, çoxsaylı şəxslərin aldadılması isə faktdır. Ələsgər Vəliyevin Almaniyada bir neçə pansionat işlətməsi Məsimovanın vəsaiti ilə həmin işlətdiyi yerləri alaraq əmlak sahibi olmaq niyyəti daşımışdır. Qeyd edək ki, Ələsgər Vəliyevin işlətdiyi iddia edilən həmin pansionatlarda Azərbaycan qadınlarının əcnəbilərə satıldığı da verilən məlumatlarda yer almaqdadır. Qeyd edək ki, Amaliya Vəliyeva Photoshop vasitəsilə hazırlanmış saxta sənədlər vasitəsilə Almaniyada vətəndaşlıq əldə etdiyi məsələsi Almaniya hüquq mühafizə orqanlarında araşdırılır. Bu məsələlərlə bağlı yeni məlumatlar oxuculara təqdim ediləcəkdir.